Hamınıza salamlar dostlar, mən Qasım Hüseyin. Bu günlər sizlərlə birlikdə dünyada ən gənc və ən yaxşı olan futbolçularla replik eləyəcəyik. Yəni, məsəl üçün Arda Güler həm gəncdir, həm də dünyanın ən yaxşılarından biridir və ən yaxşı gəncdir. Ona görə bu replik eləyəcəyik. Gəlin keçək, tez bir şəkildə sizə komandanı göstərim və bu komandanın oyuncularını hansı komandalardan göstərdiyimi göstərim. Birinci komandamızı quraq. Dizilişimiz 4-3-3 atak olacaq. 4-3-3 pozisyon düzənlə. Daha da 4-3-3 atak olmayacaq. Baxın, gözləyin, baxın. Belə buraya isə elə gələk. Oraya rol seçib ofansif orta saha eləyək. Bu heç. Sonra buradan gəlib Scalvini, yəni səslə Scalvini olmayacaq orada, amma bu mövqeydəki oyuncusunu belə eləyək. Verək bu tərəfə. Belə verək. Yox, belə. Biraz da verək. İndi bunu da çəkək bura. Bəli. Burada bunu verək. Gözləyə bir dənə. Buramdakı futbolçu biraz düzəldək. Gözlə. Çox getdim. Belə. Hadi gözlə. Belə verək. Bunu da belə verək. Bunu biraz dala verək. Biraz qaldır. Və bəli. Bu dizilişdə oynayacaq uşaqlar. Qapıda Dəniz Dönməzer var. İndi bunların hamısını sayacağım sizə hansı komandadan olmuşam. Tezdən düzəldək buramı. Yeni salaq bura. Balde sağ beki də yox, sol bekdə olacaq. Sağ bekdə Hato olacaq. Farzulayev sən çıx bayra. João Neves keş görüm arkaya. Sənin burada nə işin var? Yox. Scalvini Zaire Emery keç bura. Arda gəl bura. Arda gəl bura. Arda'nın mövqisi bir dəqiqə. Arda'ya şey verik. Ofansif orta saha verək Arda'ya. Və beləliklə ofansif orta saha oynayabilsin. Arxa tamamdır. Yarım müdafiə edən Diop yerinə şey olacaq burada. Zaire Emery. Edən Diop keç bayrağı. Edən Diop yerinə Lamine Yamal. Desire Doué. Bura sol kanal oynayacaq. Və oradakı yerinə Kenan Yıldız. Belə. Və kanat sahnədəki Gittens. Və bu da bizim komandamız, ha? Bəli. Gəlin bir sayaq sizə. Deniz Dönməzer. Ümumiyyətlə, bütün komandanı sayıram. Deniz Dönməzer. 18 yaşı var və biz onu Kayserispor'dan almışıq. Pau Kubarsi. Barcelonadan gətirmişik. Onun da 19 yaşı var. Din Hujen 19 yaşı var və biz onu Real Madriddən gətirmişik. Joao Hato 18 yaşı var və o da Chelsea'dən gəlib. Alejandro Balde təbii ki də onun 21 yaşı var. Yəni buradakı oyuncularımızın yaşı maksimum 21 ola bilər. Yəni 21 yaşdan altı olacaq və 21 yaş daxil olmaqla olacaq və Alejandro Balde'nin də 21 yaşı var və onu da biz Barcelona'dan gətirmişik. Zaire Emery'nin də ki 19 yaşı var və biz onu PSG'dən gətirmişik. João Neves 21 yaşı var və onu da PSG'dən gətirmişik. Ona getdik. Arda Güler də ki Real Madriddən gətirmişik və onun da 20 yaşı var. Lamine Yamal 18 yaşı var və onu Barcelona'dan gətirmişik. Desire Doué onu PSG'dən gətirmişik və 20 yaşı var. Kenan Yıldız. Burada Santrforda potensialı bir isim çox da yox idi. Var idi əslində. Endrik var idi. Samu var idi.
Amma mən burada öz zövqümə doğru getdim. Mən burada öz istəyimə doğru getdim və Kenan Yıldızı santrforda oynatmaq istəyirəm. Niyə? Çünki mənə görə Kenan Yıldızın potensialı hal-hazırda Endrikdən də çoxdur, Samudan da çoxdur. Bu mənə görədir. Yəni Samu bəlkə Kenanla santrforda dirəşə bilər. Lakin Kenan məncə daha yaxşıdır. Kenanı da oynatmaq istədiyim üçün və Doya da Yamal orada Kenan'ın mövqeyini doldurduğu üçün dedim ki Kenan'ı en yaxşı santrforda oynatdırım. Çünki zaten keçən il oyunda Kenan'ın mövqeyisi santrfor idi və biz onu santrforda oynadacağıq. Keçək o zaman zamenlərimizə. Zamenlərimiz Farzullayev qapıçı zamenimizdir. Sumqayıtdan gətirmişik və 20 yaşı var, çox potensiallı idi. Biz də ona görə həm az canlı olduğu üçün, həm də potensialı çox olduğu üçün onu gətirməyi düşündüm. Pavlovic defansif orta sahadır. Yəni yarım müdafiəmizin zamen olacaq. Pavlovic'i biz Bavariyadan, yəni Bayern München'dən gətirmişik. Çox böyük potensial var onda. Scalvini'nin 19 yaşı var və Scalvini Atalanta'dan gəlib. Niyə götürəmlər veriblər? Ona baş qaldım. Eden Diop. Sözün açığı Eden Diop'u ilk gördükdə mən dedim ki bu gəlməsin. Amma sonra gördüm ki potensialı çoxdur və 18 yaşında olan Eden Diop'u komandamıza qatdıq və onu da ki onun əsl klubəsindən Monaco'dadır, amma icarəyə klub Brugge'a gedib, Leny Yoro müdafiə zamenimiz və o da Manchester United'dan bura gəlib. Onun da çox böyük potensialı var və 20 yaşı var. Kalimuendo'nun 21 yaşı var və mən onu Fransa millisindən gətirmişəm. Daha doğrusu Fransa millisindən yox, Fransa ölkəsindən onu seçmişəm. Və Kalimuendo Nottingham Forest'da oynayır. Jamie Gittens Chelsea'nin topçusudur və 21 yaşı var. Əslində bura Estevayon'u əlavə eləmək istədim, amma Estevayon'u əlavə eləsəydim burada Due və Yamal və Kenan Yıldız oynaya bilməyəcəkdi. Yamal yəni ki santrfora keçərdi, Estevayon'dakı sağ qanadı keçərdi. Mən isə yenə öz zövqümə görə Yıldızı, yəni Kenan Yıldızı oynatmağı düşündüm. Kenan Yıldızı düşündüm, bir dəqiqə nə oldu? Burada biraz telefon baqa düşdü. Nəysə onu çəkdim və gəldim. Biz axırıncı dəfə Gittens'dəydik. Gittens'i də Chelsea'dən gətirmişik və 21 yaşı var. Möhtəşəm bir potensialı var Gittens'ində və son topçumuz 20-ci və komandamızın son topçusu Makoko. Onu da ki biz 19 yaşı olduğu üçün və potensialı çox böyük olduğu üçün Kopenhagen'dən onu bu komandaya qatmışıq. O zaman kanalımızın bir dənə kapitanlığını falan düzəldək. Duran toplar kullanılacaq. Məncə ortanı falan kim açsın baxaq. Arda aça bilər. Falsosu var Arda'nın. Arda uzun FK'nı vursun. Yəni uzaqdan bu sərbəst vuruş vursun. Qısa sərbəst vuruşu da ki burada yaxın sərbəst vuruşu kim vursun? Zaire Emery mi vursun, Joao Neves mi vursun, yoxsa Lamine Yamal mı vursun? Abi Lamine Yamal vursun. 93 falsosu var. Lamine Yamal. Sol korneri məncə Lamine Yamal versin. Sol korneri sağ ayaqlı biri verməlidir. Sağ ayaqlı biri Kenan Yıldız ola bilər. Yaxud da Desire Due verə bilər. Yaxud da Arda Güler verə bilər. Amma mən istəyirəm ki korneri üçüncüdən zərbəni Zaire Emery versin, sol üçüncüdən zərbəni. Sağ üçüncüdən zərbəni də ki ya Yamal ya da Arda Güler. Məncə Yamal versin. Və penaltılar da ki Hujyenə verib oyun, amma mən Hujyenə verməyəcəm. Ya Yamal ya Kenan Yıldız. Məncə Kenan Yıldız vursun. Bəs yaxşı kapitan kim olsun? Ancaq bu komandada ən yaxşı kapitan ya Yamal olar, ya Arda olar, ya da ki Hujyenin elə özü olar. Kimi seçək? Məncə Arda qalsın. Arda kapitan olsun. Gedək nömrələri düzəldək və ondan sonra da ki sürpriz olmaq üçün birbaşa sezon sonuna gedəcəyik.
hazırlıqlar takımı düzənləyir. Hə, bu arada formaları da göstərim sizə. Formaları özüm düzəltmişəm və formalarımız belədir. Birinci formamız belədir. Gördüyünüz kimi yaşıl bir forma eləmişəm, gənc komanda olsun deyə. İkinci formamız isə belə turuncu bir formadır və qara xətlərlə. Mən sizə demədim hədəfimiz nədir. Bizim hədəfimiz odur ki, bu komanda ilə dünyanın ən yaxşı, ən gənc futbolçuları ilə Premier Ligada çempion olmağa çalışacağıq. Və indi formaları da, nömrələri düzəltməyə yadımdan çıxdı. Formaları da göstərdik sizə. Nömrələri də tez bir şəkildə düzəldək. Numara. Deniz Dönməzlər, Pau Kubarsi. Kubarsi, sən 4 nömrəni götür. Dinhuji, sən də Brat. 40 nömrəni götürsün də Huşiyen. Yoxsa necə? 13 götürən, 13 Bəhlul Mustafa Azad yadıma düşdü. 5 əslində Huşiyen üçün yaxşıdır. Onda Huşiyen 4 götürsün, Kubarsi 3 götürsün. Belə eləyək. Kubarsi 3, ya Kubarsi 3 olsun. Dinhuji 4. Hatta 2 qalsın, heç olmaz. Balde 5 qala bilər. Zaire Emery 8 qalsın. Joao Neves 10 yox. Arda 10 olsun. Lamine Yamal 10 ola bilər əslində. Lamine Yamal 10 olsun. Arda 8 olsun. Emery 15 olsun. Emery 15 qala bilər. Yox, Emery 6 olsun. Zaire Emery 6 olsun. Joao Neves'in ki gözəl düzəldəcək yolunda. Desire Doué həqiqətdə də 14 nömrədir və burada da 14 nömrə veriblər. Ona görə Desire Doué 14 qalsın. Kenan 9 nömrə. Kenan Yıldız. Aslında 10 nömrədir. Amma 9 nömrə verək ona. Santrfor olduğu üçün. Və Zaire Emery 6 nömrə. Joao Neves 16. Yoxsa 27. Yoxsa 17. Məncə 27 olsun Joao Neves. Ya da ki 26, 27 qoyulsun. Qalanları zamanları çox da baxmayacağım. Yəni 7 nömrəni abi, 7 nömrəni gedib Scalvini'yə vermiş sizə. 7 nömrəni ver görüm Kenana. Doué'yə 9 nömrəni ver. Scalvini'yə ki qoy 14 qalsın, heç olmaz. Belə. Zamanları da bir dənə gedib tam düzəldək. Ondan sonra birbaşa sezon sonuna keçək və hədəfimiz olan Premier Liqanı bir də FA Cup'ı qazanmaq niyyəti ilə bu sezon sonuna ilərləyək. İndi burada hazırlıqlar, diziliş, yedəklərə düşək. Burada yedəklərdə Pavlovic keçsən belə arxa tərəfə. Müdafiəçilərdən bura keçsin də. Lenny Yoro, Eden Diop et. Belə Eden Diop Sanchez dala. Daha doğrusu Eden Diop Sanchez bura. Kalimendo keçsin bura. Belə. Kalimendo yoxsa Maukoko. Məncə Kalimendo təcrübəsi ilə burada qalsın. Və bəli. Bu da bizim komandamız. O zaman sözü çox uzatmayaq. Sezon sonuna ilərləyək və hər şey sürpriz olsun. İnşallah ki Premier Liqanı və FA Cup'ı qazana bilərik. O zaman sezonun sonuna simulasiya edək. Və bəli dostlar, ilin sezonun sonuna gəldik. Simulasiya bitdi və Premier Liqada son oyunumuzdur. Bunu da simulasiya edək. Kimə qarşı oynayırıq? Bournemouth'a qarşı oynayırmışıq. Və 2-2 bərabər qalmışıq və bir xal götürə bilmişik. Və simulasiямız bitdi. Bir sezonluq simulasiямız bitdi. Bütün liqa maçları bitdi və biz 6-cı olmuşuq. Məncə bu, yəni biz Premier Liqa hədəfimizdə başarısız olmuşuq. Birinci isə Liverpool'dur. 86 puanla lider olur və Premier Liqanın sahibi olur. Ödül kazananlar, yəni qol kralı falan, qol krallığında qol kralımız yoxdur, amma ondan indi baxacağıq. Oyuncular əməkliyə ayrıldı, bu da heç. Gəlin biz sezonun statistikasına baxaq.
baxaq ki, bəlkə FA Cup qazanmışıqdır. Bəlkə FA Cup qazansaq, yəni video nə başarısız olar, nə başarılı. Yəni orta olar, yəni. Əslində, yəni Premier Liqada bu komandanın 6-cı olmağı məncə yaxşıdır. Yəni buna başarılı deyərəm, əgər FA Cup olsa. Niyə? Çünki ilk 8-ə girmişik, yəni rəqiblərimiz Arsenal'dır, Liverpool'dur. Bunu nəzərə almaq lazımdır və gəlib baxaq. Lig bilgisi, lig proqramı nə deyir? Lig maç bilgisi, tablonu zaten göstərdim. Gol kralı, ya da gol sıralaması. Burada Kenan Yıldız gəlir 3-cü olaraq. Düz 25 gol ataraq Premier Liqada bizi daşıyıb. Düz 25 gol atıb Premier Liqada. Asist sıralamasında bizdən biri var. Bəli, 4-dədir. O isim Kenan, o da Kenan Yıldızdır və 8 asisti var. Kenan Yıldızla Arda Güler bu 4-cülüyü paylaşır. 8 asistlər var. Kenan yəni demək olar ki, belində daşıyıb komandanı. Premier Liqada bu beləydi. Bəs yaxşı, FA Cup'da. FA Cup'ı birinci baxaq ki, qazanmışıq. FA Cup kazananlar. Turnuva kurası, turnuva bilgisi daha doğrusu. Turnuva kurası. Və bir dəqiqə, biz gənc komandaya Crystal Palace'ı 3-1 udmuşuq. Sonra çeyrək finallarda Liverpool'u udmuşuq 1-0. Sonra yarım finallarda 4-2 Manchester City'ni udmuşuq. Və finalda da Arsenal'ı 2-1 udaraq FA Cup'ı qazanmışıq. Bravo komandaya, halaldır komandaya. FA Cup'ı alıq. Bəs gol sıralaması Kenan Yıldız. Birincidir Kenan Yıldız. İkinciliği Haaland'da, üçüncü de Desire Doué. Kenan tək başına daşıyıb klubu. Və asist sıralaması burada bizdən ilk 5'də var. Daha doğrusu ilk 5'də təbii var. Birinci Odegaard'dır və ikinci Alejandro. Odegaard birinci 2 asistlə və Bukayo Saka, Odegaard, Bukayo Saka, Martinelli və Somerville birinciliği bölüşürlər. İkinci Alejandro Balde'dir, Arda Güler'dir, Kenan Yıldız'dır, Zaire Emery'dir və Desire Doué'dir. Kenan burada da daşıyıb bizi Arda və Alejandro Balde ilə. Ödüller. Bəli, bax buna deyirəm. En değerli oyuncu Kenan Yıldız. Gol kralı Kenan Yıldız. Asist lideri Martin Odegaard. Məşləşəm. Yəni Çempionlar Liqasında deyildik biz bu il. Yəni videomuz burada bitəcək. Xahiş edirəm sizdən, artıq dərəcədə xahiş edirəm. Bundan qabaqki videoda sizdən like'lar istədim, 5 like istədim və siz 6 like atdınız. Və izlənmə də 135 var idi. 135 izlənmə idi mən axırıncı baxanda. İndi inşallah ki, çox olar. 135 izlənmə ilk videoya görə məncə yaxşıdır hələ ki. Xahiş edirəm bu videoya like atıb kanalıma da abunə olmağı unutmayın. Sizdən başqa heç bir şey istəmirəm. Yəni bunlar da pulsuzdur. Yəni bir dənə abunə olasınız, bir də like atasınız. Yəni abunə istəyirsiniz heç olmayın da. Amma bir də like atın. Sizdən artıq dərəcədə xahiş edirəm like atın. Bəli, dünyanın ən yaxşı, ən gənc futbolçularıyla, bir rebuild elədik və bu rebuilddə Premier Liga iki hədəfimiz var idi. Bir FA Cup idi, bir də Premier Liga idi. FA Cup hədəfimizi tamamladıq. Lakin Premier Liga hədəfimizi tamamlaya bilmədik. Premier Ligada 6-cı olduq və FA Cup'ı da qazanaraq məncə biz bu videoda 8,2 başarılı olduq. Sağ olun uşaqlar, salamat qalın, özünüzə yaxşı. Ay, gözlə.